inkişafdan qalmadır. Və inkişafdan qalma ilə əlaqədar, misal hazır sizə baxın, embrion budur. Uşaq bildiyimiz o embrionçik budur. Bu bunun sağlıq hissəsi idi. Hansı ki, bu burada mayalanma gedirdi. Amma ətrafında bir dənə də görürsünüz, belə bir halqa görürsünüz. Bəzən bizim yanımıza pasientlər gəlir ki, deyirlər, doktor göstərirlər, bəs məndə 2 hamiləlik olub və inkişafdan qalıb və yaxud da ki, siz bir dənə demişdiniz, amma başqa yerdə baxılı dedilər 2 dənədir. Baxın, normal görünüş bu yoxsa, həmin mayası dediyimiz, bu da embriondur. Normal inkişaf geçsəydi, bu gördüyünüz ikinci həlqə olmayacaqdı. Amma inkişafdan qalandan sonra artıq struktur dəyişkənliyi gedir təbii ki, daxilində, dölçəsinin daxilində və növbəti belə bir görüntü kimi halqa gördüyünü, bəzi uzvlər səhvən bunu ikinci döl kisəsi kimi göstərirlər. Yəni deyirlər ki, bir döl kisəsinin içərisində, yəni bir mayenin, bir döl kisəsinin içərisində 2 dənə ayrı əkiz hamilə kimi qeyd edilir. Amma bu elə deyil. Gördünüzmü? Döl 1-dir. Döl 1-dir, bir sağlıq hissəsi. Amma bu bizə gedən inkişafdan qalman bir əlamətidir ki, burada bir hamiləlik olub, bir döl hissəsi olub. Sadəcə o struktur dəyişikliyin getdiyinə görə bəzən bu görüntü sizləri yanıltmasın.